Bugün Vəbə xanımın balası İzzətin mövlud günüdür. Ona göre burası alıp Qocalar evinə, buna göre sana öz təşəkkürümü bildirəm. Allah onunla ruhun şad eləsin. Sən bilirsən ki, səni hamımız çox istəyirik. Çünkü İzzət biz sizin yok hamımızın balasıdır. Dediniz, dedim başım üstə, gözüm üstə. Gülhan da geldim, burada gördüm. Biləm çok sevindim. Allah ruhunu şad eləsin, bütün şəhidlər Allah rəhmət eləsin. Bir daha sənin ad günü bu Qocalar evinə saldırdığın için buna göre təşəkkürümü bildirirəm. Benim dostum, kardeşim, Ruslan da burada gördüm, benim sənətkar kardeşim. Ruslan, gördüm, yok Ruslan, ben bildiğime göre bütün şəhidlərin hamısına mahnı yazıb, bu her kişinin işidir, bu nər kişinin işi. Doğrudan hem maddiyyat cəhətdən, hem əziyyət cəhətdən. Yani 3 milyon çok mahnı ne demek? Yani bu, yani bizden de çok işler görürsən, buna göre səndən təşəkkür bildirəm. Və icazə verseniz bir iki nəvbədə oxuyarım sizə.